Herkese salam, hamınızı xoş gördüm mənim kanalımda. Kızlar bakın bunları toxumuşam bacım, kardeşimin kızlarına. Ad günüdür bir kızının. Bunu ona vereceğim. Bu da onun bacısının. Elə bil ki o birisi kızının. İki bacıdılar. Bizde bir yaş fərqləri var ama bizde həmişə əkiz kimidirlər. Ona görə ikisinə də belə sumka toxumuşam. Hazırdır. Onlara vereceğim. Burada bir tane sap qalıb, onu da götüreceğim ve içləri belədir qızlar, boşdur və bir dənə də knopka tikəcəm ki, istəyəndə sumkanın ağzını bağlasınlar. Mən bu sumkaların sapını keçən dəfə göstərmişdim ki, sap almışdım bunlara və nəhayət ki toxuyub qutardım. Bir dənə xanım var idi ki, hansı ki istəyirdi mən videoda göstərim bunu necə edirəm. Çox təəssüf ki bunu mən işdə elədim və 2 saat ərzində demək olar ki bu sumkaları bitirdim. Hər gün işdə elə bil ki 2 saat ayırdım və hər sumkaya 2 saat vaxtım getdi. Amma mütləq və mütləq gələn videolarımda, daha doğrusu gələn videomda mən göstərəcəm bunu necə edirəmsə. Mən isə başlayıram evləri yığışdırma və bu dəfə istəyirəm ki, biraz əsaslı yığışdırım. Əslində çox vaxtı belə edirəm, amma bir neçə dəfə yığışdırdım evi və bunu etməmişdim. İstəyirəm ki, bundan götürüm bu divanın altını və bu televizor altındakı şkafların altını. Bundan başqa bu yerlərə heç nə keçmir, nə toz soğuran, nə şvabra, ona görə bununla silirəm. Bu elə bil ki qızlar quru əski ilə tozu silirsiniz. Elə bir effekt verir. Çox rahatdır və çox praktikdir. Əliniz girməyən, şvabra girməyən bir yerlərə bununla silmək olur və çox da təmiz olur. Və gördüyünüz kimi burada uşaq oyuncaqları, xırda oyuncaqlar bura keçib. Burada toz, burada hər şey tapmaq olur və ona görə bundan siləndə çox xoşuma gəlir ki, bilirəm ki, hər yer çox təmizdir. Çünki bu şkaflar çox ağırdır və hər dəfə bunları buradan tərpədib, çıxardıb altını silmək olmur. Baxın qızlar, nə qədər zibil çıxdı buradan, toz çıxdı. İndi isə keçirəm o bir işlərimə. İndi isə istəyirəm burada yumuşqaları da biraz yığışdırım və sonra buranı presoslayıb siləcəm. Burada isə həmişəki kimi stolun üstünü yığışdırmağa başlayıram. Bir mənim abunəçim mənə məsləhət gördü ki, bu stolun üstünü ağ bir süfrə ilə örtüm. Və abunəçilərimdən biri maraqlanırdır ki, hansı inqalyatordan mən istifadə edirəm. Onun firmasını öyrənmək istəyirdilər və indi istəyirəm onu da göstərim sizə. Belə adi inqalyatordur. Bu inqalyatoru 12 ildir ki almışam, Airnep və çox bundan razıyam. Belə açırıq. Burada deməli şlanğı qoyuruq və bu bir tərəfi bura salınır, o bir tərəfi isə maskaya. Və burada bir balaca yer var, hara ki biz məhlulu tökürük və uşaq nəfəs alır. Və bunu ancaq uşaqlar üçün yox, həm də böyüklər də istifadə edə bilər. Və keçən videolarımda demişdim ki, deməli biz öskürəndə
həmişə inqalyasiya edirik. Axırıncı vaxtları əvvəllər çox sirop içirdi, amma öskürək davam edirdi və çox çəkirdi. Amma inqalyatorla bu çox tez bir müddətdə keçib gedir. Amma yenə də mən məsləhət görərəm ki, bunu etməmiş mütləq həkimlə məsləhətləşəsiz. Və belə tip inqalyatorlar indi də apteklərdə satılır. Sadəcə olaraq mən 12 il bundan qabaq almışdım. Mənim ikinci uşağım bronxit olmuşdu. Körpəliyində bir neçə aylığında. Ona görə onda mənə məsləhət görmüşdü həkim ki, mən tez bir zamanda inqalyator aparatı alım və başlayım inqalyasiya etməyə. Mən isə davam edirəm evləri yığışdırmağa, stulları silirəm, tozlarını alıram və qaldırıram stolun üstünə və stulların ayaqlarının altını da silirəm. Və çoxdan idi ki, bu lüstraya heç cür gəlib çata bilmirdim. Hər yeri yığışdırmışdım, bir neçə dəfə pərdələri yumuşdum, pəncərələri yumuşdum. Nələr etməmişim, amma bircə bu lüstraya heç cür gəlib çata bilmirdim. Və nəhayət ki, bunu etdim. Lüstramı sildim. Bunu da nəm salfetkalarla silirəm. Həmişə bunu yaş əski ilə, hansısa yuyucu vasitələrlə eləyirdim. Amma indi bu salfetkaları kəşf edəndən sonra ancaq götürdüm salfetka ilə sildim. Salfetka qaralan kimi tez elədim və beləcə bütün bu şüşələri bir-bir sildim. Burada yaxından görə bilərsiniz ki, bir ilin tozu burada yapışıb qalıb və silən kimi par-par parıldayırlar. Through the highways, till my shadow turns to sun rays, and on we'll go. Through the wastelands, through the highways, and on we'll go. Və beləliklə qızlar, lüstra parıldayır, mənim də ürəyim rahat oldu. Burada isə gördüyünüz kimi həmin salfetkaları yerə atmışdım, bunları yığışdırıram. Mənim balacam da mütləq həmişə mənim yanımdadır, mənim köməkçim, mənim həyatımın mənası. Və o biri yerlərə keçməmiş tez istəyirəm bu xalçanı da yuyum. Bu maşına sığışır və burada çox gözəl təmizlənir. Çox bunu burada yumuşam və indi də yuyub sərəcəm. Mən isə keçirəm koridora. Həmişəki kimi burada bütün bizim jaketlərimiz, kurtkalarımız, üst geyimlərimiz yığılıb. Bunları indi yerbəyer edəcəm. Sonra buranı da plisoslayıb siləcəm. Through the highways, till my shadow turns to sun rays, and on we'll go. Through the wastelands, through the highways, and on we'll go.
Keçirəm hamam otağına. Birinci istəyirəm yeri yığışdırım şvabra ilə, sonra rakovina yuyacağam və axırda bir də yeri əski ilə əlimlə siləcəm. Fueled by them to see the horizon, turn us to thousands. On we'll go, through the wastelands, through the highways, till my shadow turns to sun rays. And on we'll go, through the wastelands, through the highways, and on. Hold me close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. And on. Və keçirəm mətbəxə və ilk etdiyim şey qabları qabıyan maşına yığıram. Keçən videolarımdan birində də demişdim ki, əvvəllər aldığım gündən demək olar ki, bu qabıyanı çox az istifadə edirdim. Amma bu il çox dəhşət istifadə edirəm. Çünki çox mənə köməkli edir. Çox vaxt sərfiyyətimi deməli ekonomiya eləyir. Ona görə çox xoşuma gəlir və qab olan kimi tez bura yığıram. Bu qabları yuyanacam, mən də bir başqa işlərimi görürəm. Amma burada hər bir qabı yumaq olmur. Taxta qaşıqları, belə taxtadan olan bir şeyləri burada yumaq olmur. Silikonları burada yumaq olmur. Plasmasları burada yumaq olmur və bəzi hansısa materialda qazan və tavaları da burada yumaq olmur. Və ona görə biraz burada nəsə yuyanda gərək biz fikirləşək və əvvəlcədən oxuyaq, bilək ki, nəyi qoymaq olur, bura nəyi qoymaq olmaz. Amma adi hər gün istifadə etdiyimiz qabları hamısını burada yumaq olur. Mən alan gündən deməli finish istifadə etmişəm. Qabıyandı. Bunun içində həm qabıyan vasitə var, həm bu qırmızı məhlul, deməli bu qablar parıldasın deyənədir və maşının alt hissəsində, deməli maşının alt hissəsində belə bir yer var. Hansının ki qapağını açırsan, orada duz əlavə edirsən. O duz da məndə Finish firmasınındır. Duzu əlavə edirik ki, əgər su coddusa, onu yumuşaldmaq üçün. Və mənim qabıyanım Samsung firmasındandır. Burada deməli 3 rejim var. Mən çox vaxtı 1 saatlıq rejimi taxıram. Bu ekonom rejimidir və məni qane eləyir. Qablar tərtəmiz olur, parıldayır, elə bil ki təzə almısın. Və evləri yığışdırıb qutaranacam. Bayır axşam oldu və biz dediyim kimi qardaşımgilə gəldik və qardaşımın qızının ad günü olduğunu demişdim və onun ad günündə iştirak etdik. Bu da həmin ən uşaqların xoşu gəldiyi məqam tortda şamları üfürmək və hamısı hər tərəfini foto çəkir. Bir balaca kadrda deməli beləliklə ad günümüzdən oldu. Və səhərsi gün qızlar mənim belə bir orqanayzerim var idi. Və bu orqanayzer haralarda olmadı, hər yeri gəzdi evdə və yenə də heç kimə lazım olmadı. Bunu mən Temu'dan sifariş eləmişdim çoxdan. Düşünmüşdüm ki, çox funksional olar və əslində bunu paltar üçün sifariş etmişdim. Amma heç bir yerdə bu qalmadı, çünki heç bir insanın bu evdə bundan xoşu gəlmədi. Nəsə bunu idarə edə bilmədilər və ona görə bu orqanayzeri axırda gətirdim mətbəximə. Və düşündüm ki, buna mən bütün dəsmallarımı, mətbəx stol silən əskilərimi bunun içində
orqanizasiya edərəm və mənim üçün çox gözəl bir orqanayzer olaraq mətbəximdə yerini tapmış olar. We'll go through the wastelands, through the highways, till my shadow turns to sun rays. And on we'll go through the wastelands, through the highways. And on we'll go. Finding life along the way, melodies we haven't played. No. Və deyim ki, qızlar həqiqətən də çox gözəl bir orqanayzer olaraq kuxnada yerini tapdı. Çox mənim xoşuma gəlir və istifadə də edirəm. Çox xoşdur mənəm. Bu isə Faberlic'in kuxna üçün vasitəsidir. Çox gözəl hər yeri silir və əlləri də mən əlcək geymişəm, düzdür, amma əllərə heç bir ziyan gətirmir. Sonradan əlcəksiz də etmişəm, bilirəm. Ona görə deyirəm. Və qızlar, ən əsası da üstündən bir dəfə əski ilə, yaş əski ilə silirik və heç bir ləkələr, su ləkələri, o əski ilə siləndə olan ləkələr, heç bir şey qalmır. Və mənə ən əsası, mənim xoşuma gələn bir şey odur ki, mən heç xoşlamıram ki, hansı vasitə ilə siləndə üstündən onu basım, yorulum və belə böyük kuxnanı siləndə adam çox yorulur. Deyim ki, sizə bu vasitə ilə heç basmaq lazımdır. Sadəcə olaraq əskinin üstünə vasitəni qoyub əski ilə silirsiniz və hər şey, hər yer çox gözəl silinir. Yağ ləkələri, çay ləkələri, bütün burada olan ləkələr hamısı getdi və daşı bu peçi də onunla sildim. Peç də çox gözəl oldu. Tam parıldadı, rəngi yerində. Çox mənə bu vasitə çox mənim xoşuma gəldi. Əslində bunu mən almamışdım. Bunu mən Faberlic'dən o biri sifarişlərimi edəndə mənə hədiyyə olaraq gəlmişdi və mən düşünürəm ki, indi bu qutarsa mütləq bundan yenə də almalıyam. Çünki çox xoşuma gəldi. Burada isə qızlar, dediyim kimi, yaş əski ilə bir dəfə üstündən keçirəm ki, bu vasitə sadəcə olaraq meblin üstündə qalmasın və salam. Heç bir ləkə, heç bir belə yaş əski ilə siləndə ləkələr qalır. Təmiz olsa da su ləkələri, heç bir şey saxlanmır, inandırım sizə. Gün düşəndə də baxmışam, hər dəfə də baxmışam ki, belədirmi, yoxsa mənə belə gəlir, amma vallahi heç bir ləkə qalmır. Çox super vasitədir. Sadəcə olaraq bölüşürəm. Mənim bu yeni açdığım belə mənim xoşuma gəldiyi bir vasitə ilə sizlə də bölüşürəm ki, yenə də kimsə belə bir şey axtarırsa xəbəriniz olsun ki, Faberlic'də belə bir şey var. Və həmişəki kimi sonunda rakayla da domestosla yuyuram. Və qızlar, keçirəm balkona. Balkonda maşın işləyir. Mən isə istəyirəm biraz balkonumu da yığışdırım. Hər dəfə bunu edirəm vaxtında. Çünki bunu etməsəm buralarda pis günə qalır. Mütləq bura toz olur. Çünki açıq balkondur. Və paltar yanımı da arada belə silirəm ki, təmiz qalsın. Burada da mənim qaz peçim var. Onu da silirəm çox vaxtı və burada
tutmalarım, vareniyalarım, belə bir şeylərim var və biraz da güllərim. Mən indi istəyirəm ki, bunları hamısını yerbəyer edim və hər yeri silim. And we'll grow in number, fueled by them to see the horizon, turn us to thousands. And we'll grow in number, fueled by them to see the horizon, turn us to thousands. On we'll go. Və ən sonunda qızlar, istəyirəm ki, siz də mənim kimi kənd həyatına biraz düşəsiniz və kənddəki səslərə, təbiətin səslərinə qulaq asasınız. Biz isə kəndə getmişdik ki, bu ağaclarımıza biraz qulluq edək. Ağaclarımızın altından bu qədər zibil təmizlədik, bu qədər sarmaşıq təmizlədik və bu hələ son deyil. Yəqin ki, yenə bir altı bazarı yenə bura gələcək və yenə də təmizlik işlərini davam edəcəyik. Qızlar, baxın nə gözəldir. Təbiətin rəngləri çox gözəldir. Çox gözəl. Burada isə arı oturub. Mən isə gedirəm heyva dərməyə. Burada heyva, birinci ildir ki, bu ağac heyva gətirib. Amma nəsə biraz o qədər də yaxşı deyil. Amma yenə də dərim, baxaq bunda dadına. Çox gözəl sarıdır. İndi dadı da məncə yaxşı şirin olar. Elə ümid edirəm. İnşallah ki, elə olar. Sadəcə olaraq bunların hamısının bir tərəfi belədir. Və görürsünüz, balacadır, bilmirəm nədən belədirsə bunlar. Ağacdan dərən kimi dişlədim qızlar. Bilirəm, deyərsiniz ki, kirklidir, ya nəsə. Amma mən biraz belə təmizlədim və dişlədim. Balacılıqda da belə yeyirdik, rayon yeridir. Yanımızdan maşın keçmir. Ancaq təbiətin yağışı, küləyi, belə bir şeylər ola bilər. Və deyim ki, sizə çox dadlıdır, şirindir. Deməli, görünüşü belə
eybəcər olsa da özləri çox şirin, çox dadlıdırlar. Yəqin ki bunlara dərman nəsə belə bir bunlara belə bir şeylər edilməyib deyənə yəqin bunlar biraz yaxşı, gözəl yetişməyib, amma ən yaxşısı belə əyri-üyrü içində qurd olan belə meyvələr ən sağlam meyvə hesab olunur. Ona görə məncə qoy belə olsun, amma sağlam olaq. Bu saf yemək becərdi. Qocalmış heyvaya oxşayır. Bu yuxarıda çoxdur, görürsünüz. İndi buralarda yığacağım. Bu qədər oldu qızlar, baxın. Bir paket. Ağac özü də balacadır, ona görə bu qədər olmağı məncə normaldır. Sadəcə olaraq dediyim kimi biraz özləri çox da gözəl deyil, amma dadı çox gözəldir. İndi isə qızlar gəlmişəm ki, zeytun yığım. Bilmirəm buradan görünür ya yox, lap yuxarılarda. Deyib burada biraz deyəsən görünür, lap yuxarılarda qara zeytunlar var. Bir də bu ağac yanındakı ağaçda, bunda azdan, bunda yaşıldır. Bunda yaşıldır. Burada isə qaralar var, amma çox yuxarıda da heç bilmirəm necə yığacağım. Piləkən gətirim yəqin. Piləkəndə də qorxuram yığmağa, amma çalışacağım ki yığım. Zeytunu birinci dəfə yığıram. Heç o zeytunu yığmamışam. Baxın. Həvəslə gözləyirəm ki, bunları biz duzlayıb yeyək. Hər il buradan yığırıq, amma belə qaralmamışdı. Biz həmişə yaşıl yığmışdıq. Bu il isə qaraldı. Ümid edirəm ki, bugünkü videom sizin xoşunuza gəldi. Sonacan izlədiyiniz üçün təşəkkürümü bildirirəm hər birinizə. Abunə olmağı unutmayın. Gələn görüşlərə dək.